Allaha nə qədər yaxınlaşsaz, nə qədər Allaha təqvalı olsaz, o qədər yaxınlaşmısınız. Nə qədər günahlardan uzaq olsaz, o qədər yaxınlaşmısınız. Bir adamın nə qədər dindar olmağını bilmək istəyirsən, bax gör Qurana nə qədər əməl edir. Bir insan deyirik dindardır, bir insan mömindir. Onun möminliyi də, onun dindarlığı da onun əməli ilə tanınır. Əməlin şəkli ilə yox. Bu məsələdə niyə beləyə, mən belə istəyirəm şəriətin qaydasını eləyim. Mən istəyirəm Azərbaycanca namaz qılım. Mən istəyirəm farsca namaz qılım. Mən istəyirəm, nə bilim, ingiliscə namaz qılım. Bu mənliklər ki var içimizdə, nə qədər onları sındırmamışıq. İbrahim birinci içindəki bütü sındırdı. Ondan sonra xaricdəki bütləri sındırdı. وآله طيبين طاهرين سيما بقية الله في الأراضين ناموس الدهر حجة ابن الحسن قال الله في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم لن ينال الله لحومها ولا دماؤها ولكن يناله التقوى منكم صدق الله العلي العظيم. Dualarımızın qəbul olunmağı, günahlarımızın bağışlanmağı, bu mübarək gündə Allah dərgahında bağışlanmağımızdan ötəri, bu bayramın hər birimiz üçün mübarək bir bayram olmağından ötəri səlavat edirik. Allahümmə salli alə Muhammed və ali Muhammed. Vaxtınızı çox almayacağım əzizlər, bir 10-15 dəqiqə ərzində istəyirəm bir neçə mətləbi siz əzizlər üçün qeyd edeyim. Oxuduğum ayə Həcc surəsinin 37-ci ayəsidir. Allah Mütəal bu qurbanlığın həqiqəti barəsində bizə danışır. Bu qurbanın həqiqəti nədən ibarətdir? Və biz diqqət eləməliyik, diqqətli olmalıyıq. Bu bayramın, bu qurban bayramın, ümumiyyətlə qurbanlığın həqiqətini dərk eləməliyik. Möminlər, sakitcə çıxa bilərsiniz. Biz buna diqqət eləməliyik. Əsas məsələ nədir? Bunun həqiqəti nədən ibarətdir? Ümumiyyətlə qurban nədir? Hamımız bilirik, yaxınlaşmaqdır. Yaxınlaşmaq bir məkan baxımından var, bir məqam baxımından var. Allah ki bir məkanda deyil, Allah üçün bir məkan yoxdur, o baxımından nədir? Biz Allaha məkanı yaxınlaşmırıq. Biz Allaha nədir? Məqam baxımından yaxınlaşırıq. Mənəvi cəhətdən Allaha yaxınlaşırıq. Mühümü də budur. Məkan baxımından ki, Allah bir məkanda deyil, biz ona neyniyək? Yaxınlaşaq. Ayədə Allah buyurur ki, sizin o kəsdiyiniz qurbanlar, o heyvanın başını kəsirsiniz, onun nə əti mənə çatır, nə onun qanı mənə çatır. Mənə çatan sizin təqvavuzdur. Yəni, siz nə təqva göstərəcəksiniz? Siz nə edəcəksiniz, o mənim üçün nədir? Mühümü odur. Allah Mütəal Qur'an-ı Kərimdə hamımız bilirik, Həzrəti İbrahimin neynədir? Övladı yoxdur İbrahimin. Tarixdə qeyd olunan budur ki, 100-ə kimi yaşı var Həzrəti İbrahimin. Bir övlad ona İsmaili verir. İsmaili verəndən sonra İsmail yavaş-yavaş neyniyir? Böyüyür, bir həddə çatır. Artıq ata məhəbbətin salır övladına. Allah Mütəal deyir, indi onu gətir, qurban elə. Qurbangaha gətirir. Qurbangaha gətirəndən sonra bıçağı götürür, boğazına qoysun. Hələ oracan şeytan mane olmaq istəyir. Həccə gedənlər görüblər, getməyənlərə Allah nəsib eləsin. Daş atırıq biz, şeytana daş atırıq. O şeytana daş atdığımız yerlər var. Bu simvollar hamısı bizə bir şeydən xəbər verir, danışır.
Bunların hamısının mənaları var. Həzrəti İbrahim də daşlayır şeytanı, Həzrəti İsmail də daşlayır. Çünki istəyir fikrindən daşındırsın onu. Həzrəti İbrahim bu imtihandan üzü ağ çıxır, gətirir, bıçağı qoyanda Allah deyir ki, əlini saxla. Əlini saxla, daha mən neynədim, bu qurbanlığı neynədim, əvəz elədim, fədəynahu bizzibhin azim. Əzizlər, qurbanlıq deyirik, tərcümə eləyirik, zibh eləmək, yəni kəsmək. Yəni bu kəsimi böyük bir kəsimlə mən neynədim, əvəz elədim. Ayə budur. Bu kəsimi böyük kəsimlə əvəz elədim. Bu kəsim, yəni sən İsmaili kəsəcəkdin. Mən indi deyirəm ki, bundan böyük kəsim var. O böyük kəsim nədir? O böyük kəsim Həzrəti Hüseyn əleyhissalam edir. O neyniyir? O neyniyir? Həzrəti İmam Hüseyn əleyhissalam balaların götürür, gətirir minaya. Bu mina yox, eşqin minasına gətirir. Kərbəlaya gəlir. Bir şair yazırdı, əzməm mərəncəy şeyx, mən piri muğanəm, məndən incimə deyirdim, mən o pirin dalısıca gedirəm, arxasıca gedirəm, mən onun ətəyinə əlimi salmışam. Bir nəfər cavan alimdən soruşdu, şair nə demək istəyir? Dedi ki, şair demək istəyir, Həzrəti Adəm, sən dedin mən buğdadan yemərəm, amma bir ömür Əli ibn Əbi Talib yemədi. Bu, alim dünyasını dəyişir, üstündən illər keçir, həmən cavan yuxuda görür onu. Yuxuda görür, deyir, ey cavan, sənə cavab vermişdim. Mən dünyamı dəyişəndən sonra bildim, həmən şairin məqsədi o deyilmiş. O şair deyir ki, Həzrəti İbrahim, qurbanları sən söz vermişdin, amma sən kəsmədin, Hüseyn kəsdi. O böyük qurbanlığı o elədi. Allah mütəal nə istəyir bizdən? Allah istəyir qəlbimiz bağlanmış şeylərdən ayrılsın. Dedi İbrahim, daha kəsmə, mən istəyirdim buracan gələsən, qəlbin bağlanmışdı övladıva. Ondan qəlb qopartmağı öyrədəm sənə. Qəlbimi qopardasan ondan. Mənə bu lazımdır. Ən böyük qurbanlıq budur. İşim yox, Həzrəti İbrahim çəkilir bir qırağa, bir daşın üstündə oturur, ağlayır, deyir ilahi, o böyük əzəmətli qurbanlıq mənə nəsib olmadı. Bunun üçün ağlayır Həzrəti İbrahim. Allah mütəal buyurur ki, məqsəd nədir? Sizin qəlbinizin ayrılmağıdır. Sizin qəlbiniz bağlanan şeylərdən neynəsin? Ayrılsın. Allah buyurur, lən yənalullaha luhumuhu və la dimahu və lakin yənalu təqva minkum. Sizdən olan təqva Allaha yetişir. Sizdən olan təqva da Allaha yetişən, sizin əməlləriniz də yetişən, siz bu cür Allaha yaxınlaşırsınız. Allaha nə qədər yaxınlaşsaz, nə qədər Allaha təqvalı olsaz, o qədər yaxınlaşmısınız. Nə qədər günahlardan uzaq olsaz, o qədər yaxınlaşmısınız. Bir adamın nə qədər dindar olmağını bilmək istəyirsən, bax gör Qurana nə qədər əməl edir. Bir insan deyirik dindardır, bir insan mömindir. Onun möminliyi də, onun dindarlığı da onun əməli ilə tanınır. Əməlin şəkli ilə yox. O insan necə əməl eləyir, necə təqva sahibidir. Buyurur, Allahdan uzaq düşməyiniz, Allahdan uzaqlıq Həzrəti İmam Səccad əleyhissalam kəlamlarında buyurur. Buyurur, Allahdan uzaqlıq bizim canımızı, bizim ruhumuzu yandırır. Həzrət buyurur, وَجَلَّلَنِ تَبَاعُدًا مِنْكَ اللِّبَاسًا مَسْكَنَةِ İlahi, səndən uzaq düşmək mənə zəlillik libası geyindirib. Yəni, insan bəndə Allahdan uzaq düşsə, o bəndə zəlil olar.
İzzət Allahın yanındadır. İzzət Allaha məxsusdur. Allah buyurur, izzət sahibi mənəm. Bütün izzətlər mənə məxsusdur. İstədiyimə mən o izzəti verirəm. Həzrət buyurur, və avridnə hayədə hubbikə və adiqnə hələvətə vuddikə və qurbik. İlahi, məni öz məhəbbət hovuzuna sal. İlahi, öz ibadətinin ləzzətin mənə dadır. Bu cür dua edir. İlahi deyir, dadızdır mənə. O, sənə nə cür ibadət eləyər bir bəndə, ibadətdə olar. Böyük alimlərdən biri, təfsir alimi deyir ki, bəzi insanlar var, körpə uşağın qənddən aldığı ləzzəti belə ibadətdən almır. Qənddir də, baxırıq nədir ki, bir dənə qənddir də. Uşaq necə ləzzətlə onu yiyir. Deyir, bəzilərinin ibadəti bu cürdür. Biz dua eləyək, imam buyurur, dua eləyin. Dua eləyin, ilahi, sənə yaxın olmağın, sənin ibadətinin ləzzətin dadmağı bizə nəsib elə. Həzrət buyurur ki, Allahdan uzaq düşmək nədir? Bizim ruhumuzu yandırır. Günahlar bizim ruhumuzu yandırır, məhv eləyir. Əgər Allahdan uzaq düşsək, buyurur ki, əslində biz yanırıq. Quran ayəsi buyurur, İnnəl-ləzīnə yəkulunə əmvalə yətəmə zulmən innəmə yəkulu fi butunihim nara. Quran ayəsində buyurur, bir insan başqasının haqqını yiyirsə, yetimin malını yiyirsə, əslində nə edir? Od yiyir, xəbəri yoxdur. Günah eləyən nə edir? Yanır, xəbəri yoxdur. Ruhu alışır, xəbəri yoxdur. Biz gözümüzlə harama baxanda, dilimizlə yalanı danışanda, onda od tutub yanırıq, xəbərimiz yoxdur. Cəhənnəm odu belə yaranır. Biz keçən cümələrdə qeyd eləmişik, cəhənnəmin həqiqəti nədən ibarətdir? Oduncağı nədən ibarətdir? O oduncağı nə ilə alışdırırıq? Bunlar hamısı nədir? Məsum əleyhimussalam buyurur ki, diqqətli olun, günah ibadətin ləzzətin alır sizdən. Peyğəmbər Əkrəm buyurur ki, Allah belə buyurur. İzə kana qalibu aləl ibadi iştiğalən bi cəaltu buğyətəhu və ləzzətəhu fiz-zikri. Əgər bəndə mənlə məşğul olsa, mənlə məşğul olmağa çalışsa, mən onun arzusunu, onun ləzzətini öz zikrimdə qoyacam. İnsan nə edir? Allahın zikrindən ləzzət alar. İnsan arzusu olar Allah. İnsanın arzusu Allah olar. İnsan hər işi görər Allah üçün. Belə yox. Bir alim, Allah canını sağ eləsin, deyirdi ki, bir nəfər mənə dedi ki, harana açırıq, səni görürük. Bütün televizor açırıq, hansı kanala açırıq, o da çox məşhurdur da, bütün yerlərdə danışır. İllərləndir bu insan efir vasitəsilə insanlara təbliğ eləyir, Quran üstündə işləyir. Deyir ki, qayıtdım, dedim ki, Himalay dağını məndən yaxşı tanıyır cəmaət. Dünya Himalay dağını tanıyır, məni isə bir dəstə müsəlman şiə toplumu məni tanıyır da. Nə qədər çox tanıyır? Məsələn, bir ölkənin neçə milyon əhalisi məni tanıyır. Himalay dağını milyardlarla insanlar tanıyır. Nə faydası? O tanınmağın nə faydası? Əsas budur, izzət olsun. Bəzən biz nə olur? İtib qalırıq məqamın içində. Bəzən biz itib qalırıq elə şeylərin içində, içimizdə elə bütlər yaranır, elə bütlərə tapınırıq, bizim xəbərimiz olmur. Biz biraz təftiş eləyəndə, içimizə baş vuranda görürük ki, içimizdə düzəltdiyimiz Allah o Allah deyil. Biz peşinə düşdüyümüz, itaət etdiyimiz o həqiqətdə olan Əhl-i Beyt dediyi Allah deyil. Nə çox insanlar var ibadət edirlər. Nə çox insanlar var itaətdədirlər. Axtarırsan, görürsən ki, onun tapındığı o Allah deyil, xəvaric. Nə edirdi? Xəvaric bir Allaha tapınmışdı, bir şəriətə tapınmışdı, əli ilə din davası eləyirdi.
Əli ilə Allah davası eləyirdi. Deyirdi, əlinin bədənin çıxardın qəbirdən, yandırın. Əlinin bədəni belə yandırılmalıdır. Bunu xəvaric deyirdi. Xəvaric pul istəmirdi. Xəvaric məqam istəmirdi. Kürsü istəmirdi. Xəvaric bunu istəyirdi. Xəvaric din davası eləyirdi. Baxın nədir? Tapındığı şəriət, tapındığı Allah başqa idi. Bəzən necə olur? Quranın bir ayəsində deyim, o ayədə Allah Müteal buyurur ki, فَلَا وَرَبِّكَ لَا يُعْمِنُ حَتَّى يُحَكِّمُوكَ فِي مَا الشَّجَرَ. Peyğəmbər, o iki nəfərin arasında sən hökm elədin, sənin hökmünü qəbul eləməyincə onlar iman gətirməyiblər. Hansı hökmüdür? Zübeyrlə bir nəfərin arasında söhbət olmuşdu. Nəsə suvarırdılar, neyinirdilər, bir iş görürdülər. Bu deyirdi, mən eləməliyəm birinci, bu birisi deyirdi, mən eləyirəm. Zübeyr də Peyğəmbərin qohumudur. Peyğəmbər gəldi bunların arasında neynəsin? Qəzavət eləsin. Peyğəmbər dedi, birinci Zübeyr işini görsün, sonra nədir? O suvarsın, sonra sən suvararsan. Bu da dedi, hə, yaxşı çəkildi qırağa, nə dedi? Dedi, bibisi oğlu idi, qabağa saldı. Hə, qohumu idi, qabağa saldı. Demədi Peyğəmbərdir, qohumun qabağa salıbsa, məqsəd var. Allah göstərir bizə. Göstərir ki, görüm sən burada nə deyəcəksən? Filankəs maşını hansı pulla alıb? Filankəs nə bilim neyniyib? Filankəs bunu necə əldə elədi? Baxın, bunlar nədir? Həzrəti Peyğəmbərdə tam bunlar fərqlidir. Adi sıravi insan üçün bunları düşünsən, yenə də hardasa deyərəm, mən qeyri-məsumam. Peyğəmbər üçün nə? Peyğəmbər məsumdur. O cür eləyirsə, qabağa salırsa, Allahın hökmüdür. Allah buyurur, iman gətirməyiblər, nə qədər sənə nədir? İtaət eləməsələr onlar. Bir çoxlarımız neyinirik? Hə, bu məsələdə niyə beləyə, mən belə istəyirəm şəriətin qaydasını eləyim. Mən istəyirəm Azərbaycanca namaz qılım. Mən istəyirəm farsca namaz qılım. Mən istəyirəm, nə bilim, ingiliscə namaz qılım. Allah deyib, qaydası budur. Peyğəmbər qaydası budur. Bunu göstərib. Şəriətin hökmüdür, mən yox, mənə bu çatmır, mən bunu deyirəm, belə olsun. Bu mənliklər ki var içimizdə, nə qədər onları sındırmamışıq. İbrahim birinci içindəki bütü sındırdı, ondan sonra xaricdəki bütləri sındırdı. Həzrəti İbrahim içindəki bütləri sındırmasaydı, qüdrəti çatmazdı xaricdəki bütləri sındırsın. Bir insan, bir toplum xaricdəki bütü sındıra bilmirsə, demək içindəki bütü hələ sındıra bilmir. İçindəki bütü sındırmalıdır, onu düzəltməlidirsə, o qüdrəti, o izzət əldə olunsun və o bütlər sındıra bilsin. Bu olmasa mümkün deyil. Allah Müteal buyurur, əşiqəni və əşiqtuhu. Əgər mənə məşğul olsa, mən ona o mənə aşiq olar, mən ona aşiq olaram. Fəizə əşiqəni və əşiqtuhu rəfə'tul hicabə fīmā beyni və beynə. O mənə aşiq olandan sonra Allah buyurur, neyniyərəm? Onunla aramda olan hicabı götürərəm. Bütün maniyələri götürəcəm. O məni görəcək. O məni müşahidə eləyəcək. O məni seyr eləyəcək. Baxın, əzizlər, mübarək Qurban bayramının, qurbanlığın həqiqəti budur. Biz o ayini zahirdə icra eləyirik, bu şəriətin qaydasıdır. Həcdə vacibdir, biz qurbanı kəsək. Burada nədir? Müstəhəbdir, biz kəsirik. Hədislərdə varımızdır, bu bayramı yaxşı şəkildə qeyd eləyək. İndi buradan getdik, gedək kimsəsizləri axtaraq, o ətdən aparaq onlara verək. Biz bir il ərzində yeyirik kifayət qədər. Aparaq onları sevindirək. Hədiyyələr alaq, balalarımıza alaq, onları aparaq gəzdirək, onlar qoy şaddansınlar bugün. Bugün ən böyük bayramdır. Hədislərdə Məsum əleyhissalam buyurur ki, ən yaxşı ətri özünüzə vurun, ən yaxşı geyimi geyinin, ən gözəl şəkildə bugünü keçirdin. Bu günləri bu cür keçirdək və əzizlər, həqiqətin, o həcdə
daş atanlar var, çoxundan misalı uzaq bir hissə var, görürsən nədir? Şeytana orada daş atır, o başa düşmürsən nəyə daş atdı. Öz nəfsüvü daşlamalısan. O qurbanı kəsirsən, nəfsüvün başını kəsməlisən. Bütün bunların həqiqəti nədir? Allah Mütəal buyurur ki, təqvada cəmləşir. Mənə yaxınlaşmaqda, mənəvi cəhətdən mənə yaxınlaşmaqda cəmləşir. Allaha and verək izzət-i cəlalına. Allah Mütəal bizi həqiqi möminlərdən qərar versin inşallah. Allah günahlarımızı bağışlasın. İlahi Pərverdigar-ı aləm mübarək gündür, bayram günüdür. İlahi bizə bir bayramlıq bağışlanmaqla nəsib elə. İlahi Pərverdigar-ı aləm vətən keşiyində olan əzizlərimizi sağ-salamat istəklərinə yetir. İlahi vətəndən qıraqda olan əzizlərimizi qanim salim istəklərinə yetir. İlahi Pərverdigar-ı aləm millətimizin, xalqımızın nə qədər düşmənləri var, daxilində, xaricində məhv elə. İlahi mənəvi düşmənlərimizi məhv elə. İlahi dünyada müsəlmanları qalib, düşmənlərin məğlub elə. İlahi asayişimizi əlimizdən alma. İlahi Pərverdigar-ı aləm xəstələrimizə tezliklə şifa ver. İlahi ağla gələn, gəlməyən bəlalardan bizi uzaq elə. İlahi Pərverdigar-ı aləm gücümüz çatmadığımız şeylə bizi imtihan eləmə. İlahi Pərverdigar-ı aləm səni and veririk izzət-i cəlalı və bugünün hörmətinə İmam Zaman ağanın zuhurun təcil elə. İlahi bizi o ağanın qarşısında deyil yanında qərar ver. İlahi o dualar ki xeyrimizədir yadımıza düşmür, haqqımızda imza elə. Bütün dualarımızın qəbul olunmağından ötəri Peyğəmbər və ailəsinə sələvat.